cərimə ballarının ləğv edilməsi və yaxud da ki 25-dən 35-ə qədər qaldırılması kimi söhbət var, hətta daha çox ola bilər deyirlər. Bu barədə həmkarlarım danışıblar, bizim komanda da bu barədə məlumat verib, amma indi məlumat var ki, artıq bu layihə olaraq Milli Məclisə daxil olub və deputatlarımız bu məsələni müzakirə edib bir qərar qəbul edəcəklər. İstəyərdim ki, bizim deputatlarımız həssas təbəqəni nəzərə alsınlar. Hansılar ki, onların bütün fəaliyyəti, işi, gücü, qazancı sırf sürücülük vəsiqəsindən asılıdır. Yəni taksi sürücüləridir və yaxud da ki, daşınma ilə məşğul olan insanlardır. Onlarda heç olmasa necəsə bir güzəşt olmalıdır. Demirəm, hər kəs qaydanı pozsun, cərimə olunsun, amma burada bəzi detalları nəzərə almaq lazım. İndi məlumatda deyilir ki, tutaq ki, avtobus dayanacağının yanında piyada keçidlərinə yaxın bir ərazidə avtomobil saxlayanda orada cərimə olunur, amma bal olmayacaq. Bu yaxşı haldır. Çünki bilirsiniz, bəzi yerlər var ki, orada insanın başqa variantı olmur. Avtomobil saxlamaq ümumiyyətlə problemdir Bakıda və o aptekdən dərman almaq məcburiyyətində olanda məcbur olur avtobus dayanacağının yanında saxlayıb, apteklər də yaxında axı, düşsün o dərmanı alsın. Mən adam tanıyıram, bilirəm ki, bu adamın problemi var, xəstəliyi var, acı olub, məcbur olub, saxlayıb tez bir dönərxanadan nəsə alıb, onun yenə cəriməsi gəlib. Heç olmasa buna bal yazmayın da. Yəni bilirsiniz, bu onu narahat eləyəcək. Sürücülük vəsiqəsini itirən taksi sürücüsünün uşağı, ailəsi, onun gündəlik qazancından, ehtiyacından məhrum olacaq. O atasından bir şey istəyəndə ala bilməyəcək. Çünki artıq onun sürücülük vəsiqəsi yoxdur və o pul qazana bilmir. Bunları nəzərə almaq lazımdır. Onsuz da zaten bizdə avtomobil sürəndə indi bax mən əminəm ki, bizim sürücülərimiz maksimal dərəcədə ehtiyatlı sürürlər. Qırmızıdan keçmir, tora düşmür, kəmər taxır, cərimələrə görə təbii ki, bu əladır. İndi əlavə cərimələr də çıxır, pəncərəni açanda, nə bilim, əlini çıxardanda, eləyəndə falan bu başqa bir məsələdir. Amma nəzərə almaq lazımdır ki, bu qədər cərimənin fonunda heç olmasa sürücülük vəsiqəsini bu vətəndaş, bu sürücü itirməsin. Bugün çox böyük əksəriyyət avtomobildən istifadə edir. Məcburdur, başqa yolu yoxdur. Uşaqları məktəbə ata-ana aparır. Yəni o qədər belə avtomobildən istifadə bizdə həddən artıq çoxdur ki, yəni heç olmasa bu məsələlərdə insanların ehtiyacı üzündən, məcburiyyət qarşısında sürdüyü avtomobil, istifadə etdiyi nəqliyyat vasitəsindən onu məhrum eləməmək lazımdır. Ümid eləyirəm ki, bizim deputatlarımız bu məsələlərə həssas yanaşacaqlar və həqiqətən də burada bir həssas təbəqənin çətinliyini nəzərə alacaqlar, bu insanları nəzərə alacaqlar. Doğrudan da normal bir qədər insanlarımızın o sürücülük vəsiqəsini itirmə təhlükəsindən xilas eləyəcək bir qanun qəbul olunacaq.